Bu kartonu yavaş-yavaş ənsəyə çəkdiyində gördüyümüz murabba bir dəyirmiyə dönük. Buna istədiyimiz şəkillərdə baxa bilirik. Burada gördüyünüz mütəllət şəklindəki nəfsi dəyirmiyi görürük. Ulduza baxaq. Ulduzda axı nəfsi dəyirmi şəklini görürük. Və nədən ötürü bu şəkillər bizə dəyirmiyi verir? Aslında olan budur. Kartonu bir çığənsəyə çəkdiyimizdə artıq biz o kartonun içindəki şəklə baxmırıq. Artıq biz işığı verənin özünə baxırıq. Yəni işığı verən əgər lamba isə lambanın şəklinə baxırıq. İşığı verən əgər günəş isə günəşin o şəklinə baxırıq. Bu ey basit kamera şəkli olan iğnə dəlgü kamera seriyalımız şəkildir. Aslında günəşimizin o işığımızın şəkli burada mühümdür. İşığın yəni günəşin içindən geçdiyi şəkil nə şəkil olursa olsun. Murabba, mütəllət, ulduz hansı şəkildə olursa olsun, biz bir çıx o şəkli uzaqlaşdırdığımızda aslında işığımızın öz kəndisinə baxırıq. İllə görübsüz. Bir yerdə yerdiyinizdə ağacdan keçən günəşin işığı o yarpaqların arasından keçdiyində dəyirmi şəklində görünür. Bunun da işte səbəbi budur. Sağlıcaqla qalın.